Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin uşaq pulu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib. O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər. Stat: Deməli, iki vətəndaş, Azərbaycan yazıçısı, şairi, dramaturqu, alimi Kamal Abdulla və Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri, qadın, ana Günay Ağamalı müsahibə verib. Biri cəmiyyətdə, ailədə qadının rolu haqqında danışıb, o biri isə xüsusilə populistlərin gündəmini zəbt edən uşaq pulu mövzusuna toxunub və dərhal hər iki şəxsə sosial şəbəkələrdə linç qurulub. Anasından söyüş əmən kim, atasından təhqirlə əkilən kim, düşüblər öz söz azadlığı haqqından istifadə edən bu iki nəfərin üstünə. Niyə? Ona görə ki, plintus aşırı səviyyələrin, populizmin avangardında gedənlərin beyni dərinəyinə, dünya miqyasında düşünən, məsələn, Bakıda keçirilən urbanizasiya forumunun məramı, qayəsi boyda fikirləşə bilmir. Onlar yalnız bəzi belə bəsit mövzularla fəal ola bilirlər. Qaragüruhun rəqəmsal platformaları mənəvi terror yuvasına çevirməsi isə öz işini görür. Kamal Abdulla və Günay Ağamalı tək qalır, çünki onlar kimi düşünən başqaları sosial şəbəkə nanqallarının təzyiqi altında təhqir qofu qarşısında susmağı seçib. Nəticədə sən Allah xətası məndən uzaq yanaşması üstün gəlir. Təkrar edirəm, bugün Azərbaycan Dünya Şəhərsalma Forumunu qəbul edir. Bugün Bakı BMT-nin baş qərargahı, dünyanın paytaxtıdır. Necə deyərlər, bütün yollar bizə gətirib çıxarır. Yer kürəsi nəhəng məsələləri Bakı Olimpiya Stadionunda VUF 13-də müzakirə edir. Bizdə sosial şəbəkələrdə isə 1/1 ovuc həpənd uşaq pulu məsələsi və qadının ailə başçısı tək bəzi təbii səlahiyyətlərini tartışır. Tərbiyəsiz və həyasız şəkildə, ən bəsit populist, plintus aşırı səviyyədə, söyüş və təhqirin, təhdid və təzyiqin müşayiəti ilə. Amma niyə? Amma nədən? Axı rəqəmsal platformaları bizə durmadan azad söz piştaxtası, fikir sərbəstliyi meydanı tək təqdim ediblər. Onda niyə Kamal Abdullanın nəhəng Azərbaycan mütəfəkkirinin sözünün hülqumuna ayaq basırlar? Niyə Günay Ağamalının, ananın, qadının, millət vəkilinin səsini boğmağa, dediyinə peşman etməyə çalışırlar? Üzümü şəbəkə naqqallarına tuturam. Bura baxın, həpəndlər, əgər uşaq pulu sizə özünə bənzər güruh tikələri törətmək, Günay Ağamalının, qadının, ananın üzünə ağ olmağa qadir canlılar doğurmaq üçün lazımdırsa, ya aptekə gedin, ya da nisiyə dəftərinə doğub törəyin. Yaxud o pula törədəcəyiniz uşaqlar böyüyüb Kamal Abdullanı linç etməyə cumacaqsa, yaratmayın o zavallı potensial qaragüruhçu nəsli. Qoy uşaqlar sevgidən doğulsunlar. Maliyyə sənədlərindən yox. Az olsunlar, amma sevgi balaları olsunlar. Doğub törəyib sonra da pulumu verin deyə qışqırmayın. Bəxtiyar olmayacaqsınız. Statın sonu. Qeyd edək ki, son günlər deputat Günay Ağamalı və xalq yazıçısı Kamal Abdullanın ailə, qadının cəmiyyətdəki rolu və uşaq pulu ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər iki şəxsə qarşı müxtəlif tənqidi və təhqiramiz paylaşımlar edilməsi ictimai müzakirələrdə söz azadlığı və sosial şəbəkə etikası məsələsini yenidən gündəmə gətirib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.